Qarabağ Twente səthini keçəcəkmi? İlk oyundan sonra cavab bir qədər də daha yaxın görünür. Amma hələ qarşıda oynanılmamış 90 dəqiqə var. Bəs Qarabağın bu üstünlüyü qoruyub Twente-ni keçməsi üçün hansı arqumentlər var? Əvvəlcə ilk oyunun statistikasına baxaq. Twente topa 60,8% sahib olub və Qarabağın qapısına 21 zərbə vurub. Qarabağ isə cəmi 7 zərbə ilə kifayətlənib. Amma ən vacib məqam başqadır. Twente'nin 21 zərbəsinin yalnız 5-i. Qarabağın isə 7 zərbəsinin 4-ü qapı çərçivəsinə gedib. Yəni köhlən atlar hücum sayında geri qalsa da, yaratdığı epizodların keyfiyyətində rəqibindən heç də geri qalmayıb. İndi isə ən böyük üstünlük hesabdır. Qarabağ başda 1-0 hesablı üstünlüklə meydana çıxacaq. Rəqib isə mütləq qol vurmalıdır. Amma Twente'nin də formada olduğunu unutmamalıyıq. Niderland klubu ötən mərhələdə Dunajsk Stredaya qarşı 2 oyunda ümumilikdə 9 qol vurub. Yəni bu komandanın hücum potensialı kifayət qədər yüksəkdir. Deməli Qarabağın bu maçda əsas məqsədi sadəcə qapısını toxunulmaz saxlamaq deyil. İlk 20-30 dəqiqədə Twente'nin təzyiqinə tab gətirmək və oyunu nəzarətdə saxlamaqdır. Əgər Qarabağ erkən qol buraxmasa, zaman keçdikcə təzyiq Twente'nin üzərinə düşəcək. Bir sözlə, Qarabağın əlində 1-0-lıq üstünlük var. Amma bu üstünlük hələ vəsiqə demək deyil. Başlışı 90 dəqiqə Qarabağın bu mövsüm Avropadakı ən vacib oyunlarından biri olacaq. Sizcə Qarabağ Twente səthini keçə biləcəkmi? Fikirlərinizi rəy bölməsində yazmaq unutmayın.